Salamlar dostlar. Bugün mən sizə çox gözəl bir xəbər verirəm. Bu FC Mobildə gördüyünüz kimi. Və dostlar, buna inanıb bilməyəcəksiniz. Amma baxın nə çıxarmışam bugün. Gördüyünüz kimi Ferdinand çıxartdım. Ferdinand 117 və dostlar, hardadır o? Neyse buradan gireyim. Tony Draft və yay 2026'da ən yaxşı çıxan şey. Yəni bu bir dəqiqə necə gəldi başa düşmədim. Havuz adam. Yəni hər şeyi əla, hızı. Bir dənə şutu pisdir də. Onu gəlin dostlar sizinlə birlikdə şeyini yüksəldək. Dərəcəsini yüksəldirmirəm. Baxın olmur. 140 lazımdır. Ama bunu yükselteceğim. Antrenman ve bakın ne oldu? Seviye 11, 12, 16 elədim. Seviye 16 elədim. Haraya kadar yükseldi? 17 elədim. 18 elədim. Çok yükselteceğim ben bunu. Yani en güçlü oyuncu edeceğim. Yani artık bunlar da lazım değil. 21 el. Her şey bir. Ve 94. Of ağla. 94 şutumuz oldu. Bir ya. Bir. Bir daha 95. 95 oldu. ...96 olur şutu və 6 dənə fiziksel artır. Yəni bunda mənə daha heç bir yer lazım olmayacaq. Çünki mənim artıq hər şeyim yaxşıdır. Sən də seçək. Şutumuz 2 artdı. Və dostlar, antrenman etdirdik. Baxın. Hız 145. Şut 96. Pas 117. Dribbling 134. Defans 177. Fiziksel 167. Səviyyəsi 15. Və stıbı 117'dir. Gəlin indi mənim ən yaxşılarıma baxaq. Məsələn, ben buradan başqalarım da var. Uyda mən oyuncum sakatlansam neyəcəm? Mən şey yox. Və genimi tam 114'e çıxartdım. 113 idi, 114'e qalxdı. Şeyimi də dəyişdirmişəm. Düzənmi. Məsələn, takım düzənmi də düzəltmişəm. Əvvəl 3-3 səhvimiz neçəydi? 3-3 atak. Hə, 3-3 atak idi səhv bilmirəmsə. 4-3-3 atak idi səhv bilmirəmsə. İndi elədim 4-4-2 volanti. Belə daha yaxşı oldu. Məsələn, qabaqda 2 dənə stın oynayır. Sol. Belə məncə çox yaxşı oldu. Bunu çıxarmam ayrı bir gözəl. Nəsə dostlar, sağ olun, özünüzə çox yaxşı baxın. Gələn belə videolarda görüşərik. Sağ olun.